Salam əziz dinləyicilər, bugün mən sizə Silən Açarı rubrikası üzrə çıxış edəcəm. Mən insanları 4 qrupa böldüm. Birinci qrupa kafir insanlar, varlı insanlar. İkinci qrupa mən kör insanları, yəni ki, biri var həqiqi kör olanlar haqqında danışdım və bir də gözdən kör olmayan, həyatda özünü kör insan kimi aparan haqqında fikirlər söylədim. Və üçüncü yoxsul insanlar haqqında danışdım. Və dördüncü bivaris insanlardan və söhbət edəcəm. Bivaris adamlar nəsli yetirməz, həyat bağçasında güllər bitirməz. Həyatda elə insanlar var ki, ailə qururlar, onların övladları olmur. Övladları olmayan insanlara bivaris adamlar deyilir. Bivaris adamlar bir növ əsəbi olurlar, onların sinir sistemləri pozulur. Hətta məsələ üçün şəhərdə, yaxud parkda, yaxud da şəhərdə gəzərkən, parkda gəzərkən o qadınlar ki, uşaqla parka çıxırlar, şəhərdə gəzirlər, yaxud da kişilər öz uşaqlarla gəzirlər. Məhz bivaris adamlar belə uşaqlı valideynlərə çox pis baxırlar. Onlarda kin yaranır ki, məsələn, bu qadının, bu kişinin uşağı var, mənim uşağım yoxdur. Allah Teala mənə nə uşaq vermişsən? Bivaris adamlar Allah Teala bəlkə də onların qəlbləri xain olduğuna görə və bu insanlar, belə bivaris insanlar başqa insanlar haqqında pis fikirləşdiyinə görə, onlara qarşı kobud hərəkət etdiklərinə görə, bəlkə də belə insanlar cəmiyyətə ziyan vurduğuna görə Allah Teala da görür ki, əgər belə insanlara yaxud da ki, insanların qanı zəhəri kimi sorurlarsa, Allah Teala görür ki, belə bivaris insanlar cəmiyyətdə də özünü aparan var. İnsanlara qarşı da kobud rəftar edirlər. Ona ki, Allah Teala belə insanlara övlad bəxş eləmir. Əgər təsəvvür edin ki, Allah Teala bivaris insanlara övlad bəxş etmişsə, bəziləri, indi hamısını deyəmərəm, bəziləri detdomdan gedib, körpəli evindən gedib, uşaq götürürlər və övlad kimi bəsləyirlər. Bu, bivaris adamların körpəli evindən götürdüyü uşaqlar da heç də onların dediyi kimi olmur. Bəzən elə oldu ki, o köpək evindən götürən uşaq böyüyür və ona ata-ana kimi onu böyüdən valideynlərə qarşı aqressiv olur. Onlara qarşı tərbiyəsizlik edir, kobud hərəkət edir və hətta müəyyən xəttə də toxundura bilirlər. İndi siz sosial şəbəkələrdə bəzən rast gəlirsiniz ki, deyirlər ki, övlad atasının başını kəsdi, övlad anasını neçə bıçaq vurdu, övlad anasını öldürdü. Hamısını deyəmərəm, yəni ki, müəyyən bir faiz insanlar var ki, o övladı böyüdən bivaris adamlar, hansı ki, onların övladları, öz övladları deyil, körpəli evindən götürən övladlar da, əlbəttə ki, onlar da, əlbəttə ki, valideyn, ögey ataya, ögey anaya
qarşı aqressiv olacaqlar, hörmətsizlik edəcəklər. Hətta mənim yadıma gəlir, Sovet dövründə övlad öz atasının başını kəsib, deməli, yaşayış binasını, yəni 5 mərtəbəli binanın damına qoymuşdur. Bədənin başını kəsib, yəni o 5 mərtəbəli binanın damında atasını öldürmüşdür. Və yaxud da ki, son vaxtlarda sosial şəbəkələrdə qulaq asırıq ki, övlad ya qız ya oğul anasını öldürür, atasını öldürür. Belə hadisələr baş verir. Mənə elə gəlir, bu bivaris adamlar, müəyyən faiz bivaris adamların yetişdirdiyi övladlardır ki, onlar belə deyək, körpələ evindən uşaq götürürlər, uşaqları olmur və körpələ evindən uşaq götürürlər və onları böyüdürlər, sonra həmin uşaqlar nankör çıxır. Yəni, belə həyatımda tanıdığım adamlar da var ki, körpələ evində uşaq götürüblər, ataya, anaya bir növ aqressiv olub, ata-anaya hörmətsizlik edibdir. Yaxud da bəzən də bu bivaris adamların uşağı olmayanda qohum-əqrabadan götürürlər. Qohum-əqrabaların, yaxud da yaxın qohumdan uşaqlarından birini götürüb saxlayırlar. Bəzən onlar da deməli, onu böyüdən ata-anaya hörmətsizlik edirlər. Və belə hadisələr də olur. Və yaxud da ki, belə deyək ki, yəni başqa çox dərinlərə getmək istəmirəm, elə bu. Belə bu haqda bu qədər bəs edər. Ona görə də yazıram ki, bivaris adamlar nəsil yetirməz, həyat bağçasında güllər bitirməz. İndi növbəti beytə deyirəm ki, xəstə insan üçün ömür kədərdir, başına gələnlər qəza qədərdir. İndi təsəvvür edin ki, bu 4-cü qrupa mən bivaris adamları daxil etmişəm, bir də xəstə insanlar. Adi ailədə görürsən ki, məsələn, insan xəstələnəndə öz ailə üzvlərinə qarşı aqressiv olur. Çünki o xəstə adam canı ağrıyır. Canı ağrıyanda onun əsəb sistemləri pozulur və başlayır ailə üzvlərinə qışqırır və deyir, mən nəhayədə, siz nəhayədə, mənim canım ağrır, xəstəyəm, siz məni incitirsiniz, qoyun bir sakit həyat yaşayayım. Bu cür xəstə insanlar bir növ, onların həyatı bir kədərli bir dünyadır, qəm dünyasıdır. Çünki onların xəstə insan necə bu həyatın şirini duya bilər ki, o həyatı görür, ətraf cəmiyyəti görür, insanları görür, qəm dəryasına batır, kədərlənir və həmişə də özünə girəyənir ki, Allah təala mən niyə xəstə elədin, niyə bu günə düşdüm? Və yeri gələndə də Allaha girəyənir və öz həyatından əlbəttə ki, razı qala bilməz. Çünki xəstə insan həmişə qəm dünyası yaşayır, kədərli olur. Onların hansı sevinç həyata ola bilər ki, xeyr. İndi mən bu, belə deyək, bu 4 qrupa böldüm insanları, onların 3 qrup haqqında keçən videoda danışdım. İndi isə mən 4-cü qrup insanlardan danışdım. Bu haqda söhbət etdim. İndi isə növbəti beytə keçək. Növbəti beytə yazıram ki, inamdır insana həyat bəxş edən.
ölümə məhkumdur qəlbi qəmlədən. Məsəl üçün, insanı həyatda yaşamağına güc verən, qüdrət verən insanda inam olmalıdır. İnsan qarşısına qoyun vəzifəni yerinə yetirsə, o vəzifəni yerinə yetirmək üçün onda bir mətinlik olmalı, iradə olmalıdır. O öz-özünə inanmalıdır ki, mən bu vəzifəni yerinə yetirəcəm. Yaxud da hər hansı bir arzu, istəyə nail olmaq istəyirsə, onun qəlbində güclü inam yaranmalıdır. Məsələn, ta ki, biri maşın almaq istəyir, deyir, əzab əziyyət çəksəm, mən mütləq özümün maşını alacağım. Yaxud da kimsə ev almaq istəyir, deyir ki, dərdən qabıqdan çıxacaq, pullarımı yığacam, özümə ev alacam. Və bunun üçün də onda güclü inam yaranır və o inamın gücü hesabına insan öz istəyinə nail olur. Həmin insan maşın da alır, özünə ev də tikir, ailə də qurur və s. O insan ki, həyatda bədminləşir və baxır ki, məsələn, filan kəsin villası var, filan kəsin neçə maşını var, bəs mən niyə yoxdur? Və öz həyatını bir növ onda inam sönür. Əlbəttə, inam olmayan yerdə belə deyək ki, qüdrət güc olmayan yerdə insan öz istəyinə çata bilmir. Buna görə də məcazi mənada deyirəm ki, belə insanlar qəm dünyasının sakinlərinə çevrilir və belə insanlar məcazi mənada ölmə məhkum insanlardır. Yəni, aciz insanlardır, ölmə məhkum insanlardır. Növbəti beytdə deyirəm ki, əqillə insanlar ucalar daim, düşünmək, dərk etmək, şuurla qaim. Məhz insanlar kamil səviyyəsinə çatmaq üçün əqlə, belə deyək ki, zəka səviyyəsinə ucalmalı, əql, zəka səviyyəsinə ucalmalıdır. İnsanlarda dünya görüşü genişlənməlidir. İnsanlar təbiətdə baş verən prosesləri, cəmiyyətdə baş verən prosesləri və hətta insan özünü dərk etməlidir. Özü mental şuur dairəsini genişləndirməlidir. İnsan öz düşüncə hüceyrəsini inkişaf etdirməlidir. Növbəti beytdə deyirəm ki, məslək əqidəsi yolunda insan dostla adımızda iş olar asan. Hər bir insanın arzu istəyi var, hər bir insanın məsləki olmalıdır, hər bir insanın əqidəsi olmalıdır. Hər bir insan qarşısına mən bir vəzifə qoyursa, o vəzifə nail olmaq üçün mübarizə aparmalıdır, cəmiyyətdə də, həyatda da. Məsələn, tutaq ki, bir dövlət məmuru olmaq istəyirsə, özünü fəda eləməlidir. O arzu istəyini nail olmaq üçün hər şey yaratmalıdır. Həyatda mübarizə aparmalıdır ki, o bir dövlət məmuru kimi fəaliyyət göstərsin. Misal üçün deyirəm. Bəzən də dövlət məmuru olmaq üçün insanlar qohum-əqrabadan, dost-tanışlarından istifadə edir. Məsələn, tutaq ki, bir dostu, deyək ki, nazirlikdə işləyirsə, həmin dostun köməyi ilə, deyək ki, bir şirkətin sahibi olur. Deyək ki, məsələn, nazirlikdə işləyən dostu, ya tələbə yoldaşı, sinif yoldaşı
bir dənə şirkət açır və həmin şirkətə öz dostunu şirkətin sahibi qoyur. Beləliklə də yaxud da ki, deyək ki, bir icra hakimiyyətinə bir vəzifəyə qoyur. Yəni ki, bax bu yolla yəni yüksək vəzifədə işləyən dostların köməyi ilə insan dövlət məmuru da ola bilər, dövlət vəzifəsində işləyə bilər, şirkət, firmada da işləyə bilər, şirkətdə də işləyə bilər və s. Yəni belə bir amillərdə və yaxud da ki, dostun, tanışı yoxdursa nazirdə özü bu həyatda mübarizə aparmalıdır sərbəst, öz məqsədinə çatmaq üçün müəyyən öz qabiliyyətini, istedadını üzə çıxarmalıdır ki, nəhayət gəlib bir vəzifəyə çıxsın. Tutaq ki, hər hansı bir istehsal sexində işləyirsə, o sexdə özünü yaxşı aparır, öz əmək fəaliyyəti ilə, öz əmək töhfəsi ilə o sex rəisini maraqlandırır və gör ki, bu keyfiyyətli məhsul istehsal edir, savadlıdır, qabiliyyətlidir. Məsələn, sex rəisi onu gətirib özünə əvvəlcə master qoyur. Sonra da görür yaxşı işləyir, təzədən ona özünə müavin qoyur. Və bu sex rəisi sonra deyək ki, idarə müdür keçirsə, öz yerinə həmən o insanı sex rəisi qoyur. Bax, bu cür, bu yolla da insanlar yüksək vəzifəyə nail olurlar, yəni ürəklərini istədiyi vəzifəni əldə edə bilirlər. Özünə hörmət qoy, ucat şərəfin, dostuna hörmət qoy, saxla tərəfin. Həyatda hər bir insanın dostu var. Yalnız həyatda o insan dostu yoxsa, deməli o insan müsbət adam deyil. O özünə qapılmış insanlar var ki, onlar insanlardan qaçır, öz həyatını yaşayırlar. Belə insanlar, mən deyərdim, bədbəxt insanlardır. İnsanlardan qaçmaq olmaz. Hər bir insan özünü cəmiyyətdə, ailədə, dövlətdə özünü göstərmək bacarığına malik olmalıdır. Və eyni zamanda hər bir insan özünə hörmət qoyursa, başqana da hörmət etməlidir. Hər bir insan başqasının özünə şərəfini ucaldırsa, başqasının da şərəfini uzatmalıdır. Əgər dostuna hörmətsiz edirsə, deməli, bu özünə də hörmətsiz etmiş olur. Belə hadisələr biz görürük, şahid oluruq. Və növbəti beytdə yazıram ki, insan ki, dünyaya gəldiyi zaman dünya mənim ola, düşünər hər an. Hər bir dünyaya gələn insan əlbəttə ki, böyüdükcə qarşısına məqsəd qoyur və ürəyində arzu istəklər yaranır və istəyir ki, o arzu istəyinin nail olsun. Yəni, heç elə bir insan tapmaq olmaz ki, onun arzu istəyi olmasın. Yəni, hər bir insan, bəşər övladı arzu istəyi olmasa, onun üçün həyat bir xaos olar. Mənasını itirər həyat. Ölüm ki, qapını döyən vədədə əli açıq olar, ölər. Yəni ki, ölüm ki, qapını döyən vədədə əli açıq olar, ölən vədədə. İndi bu
insanlar ki var ya bu adi insanları demirəm, kasıb insanları demirəm. Bu milyardları, milyonları yığan varlı insanlar ki var, oliqarxlardır, deyək ki, milyonları olan dövlət məmurlarıdır, deputatlardır, icra başçılardır. Milyonları, milyardları var. Ancaq onlar düşünmürlər ki, bir vaxt gələcək, onlar da dünyasını dəyişəcək. O milyardlar, milyonlar bu dünyada qalacaq, o dünya aparamayacaq. Və ona görə də onlar həmişə əli açıq olur ki, yəni ki, mən bu dünyadan doymadım. Öləndə deyir, mən bu dünyadan doymadım. Bu dünyadan əl çəkmək istəmirlər, yəni o biri dünyaya getmək istəmirlər. Çünki bu dünyada onlar milyardları olubdur, keyf çəkiblər, cavan qızlarla keyf çəkiblər, günləri keyf məclislərində olubdur, özlərini bir cənnətdə görüblər və belə bir gözəl həyatı tərk etmək istəmirlər, ölmək istəmirlər. Əlləri də açıq olur. İndi bir şey mən sizə nəzərdə çatdırım. Bir nəfər keçmiş rektor olub. Nəsə bu rektor xəstəlik tapıb, o pis xəstəlikdən. Həmin rektor xərçəng xəstəliyinə tutulubdur. Müəllimlər, onu da mənə bir müəllim yoldaş danışıb. Bir neçə müəllim getdik bunun yanına, evinə getdik. Başsağlığı verdik, dedi, Allah şəfanı versin. Deyir, o qayıtdı ki, mənim milyonlarım var. Yəni, deyir, tüpürüm o milyonlara ki, o milyonlarla mən bir tikə kabab yeyə bilmirəm. Yəni, xəstədir, ölüm ayağındadır. Deyir, tüpürüm o milyonlara ki, o milyonlar mənə şəfa verə bilmir. Mən o milyonlarla nə qədər həkim çağırsam da, mənim xəstəliyimə çarə yoxdur. Yəni, o milyonlar, milyardlar mənə köməyi yoxdur. Vaxtında yığmışam milyonlar, milyardları. İndi baxıram ki, mənim üçün heç nə də olmur. Yəni, xəstə adam həmən ölüm ayağında o gözünə görsənmir, o yığdığı milyonlar, milyardlar. O düşünmür ki, bu milyonların axırı nə olacaq, milyardların axırı nə olacaq. Və anlayır ki, yəni indi anlayıram ki, yəni ki, nəyimə lazım idi o il boyu yığdığı milyardlar, milyonlar, mənim nəyimə lazım idi. İndi bax, bu ağır vəziyyətimdə, ölüm ayağında mənə onların köməyi yoxdur. Çox təəssüf olsun, bəzi qan soran zəhərlər, milyonlar, milyardlar yığan insanlar ölüm ayağında bunu başa düşürlər. Ona görə də yazıram ki, ölüm ki, qapını döyən vədədə əl açıq olar, ölən radədə. Aləm qarşısında görünür aciz, heç nə aparmıram, olacaq naciz. Və anlayır ki, yəni ki, o milyardları mən o birisi dünyaya aparamıram axı. Və o aciz bir bəndəyə çevrilir. Vaxtilə deyək ki, vəzifədə olan, ta ki, vaxtilə deputat olub, vaxtilə deyək icra başçısı olub, vaxtilə deyək ki, dövlət məmuru olub, indi ağır bir xəstəliyə tutulub, yataq otağındadır, cılız bir insana çevrilir.
Və belə insanlar biz çox görmüşük. O insanlar ki, pullu insanlar ki, guruldayırdı, dünya mənimdir deyirdi. Qılıncı belə də kəsirdi, sağı da kəsirdi, solu da kəsirdi. Mənəm deyirdi, insanları tapdalayırdı, insanları alçaldır, insanları təhqir edirdi. Belə oliqarxlar, deyək ki, keçmiş deputatlar, keçmiş icra başçıları, deyək keçmiş dövlət məmurları, bax belə bir aciz hala düşür, xəstə hala düşür və Allahın ətərinə yapışır ki, Allah mənə kömək edir. Allah da deyir, mən bu dünyada yaşamaq istəyirəm. Allahdan pənah istəyir. Allah'a ümid yaranır ki, Allah da ona kömək eləsin. Həsən onda o vaxtı bu var dövlət yığanda, xalqın qanı zəri kimi soranda, xalqı incidəndə, xalqın başına müyün açanda və bilmirdin ki, axırda sən belə bir xəstə olacaqsan, ümidin Allah'a olacaq. Allah da heç vaxtı sənə xeyir-dua verməyəcək. Bax, belə bir xəstə halda o insanların qanı soran zərrlər başa düşürlər ki, böyük günahlar ediblər, günah sahibidirlər. Ancaq Allah Teala onların heç vaxt günahını bağışlamayacaq. Ona görə də mən üzümü tuturam o indiki icra başçılarına, dövlət məmurlarına, deputatlara və başqa vəzifəli şəxslərə ki, insanları incitməyin, insanların qanı sormayın, insanlara pislik etməyin, xeyirxahlıq edin, kasıb insanlara əl tutun, insanlara əziyyət verməyin, insanları təhqir etməyin. Son məqamınızı düşünün ki, son məqamda siz ağır bir vəziyyətə düşərsiniz və ümidiniz hər yerdən kəsilər, bir pənahınız Allah olar. Allahdan heç vaxt sizə pənah olmaz. Və ona görə mən yazıram ki, qəlblərin amalı, qabiliyyəti, xeyirxahlıdır bir tam məziyyəti. Yəni, xeyirxah olun, insanlara yardım edin, insanlara kömək edin. Məsəl üçün, o şəhid analarına hörmətsizlik edən dövlət məmurları, belə deyək ki, qazilərə hörmətsizlik edən dövlət məmurları. Axırınızı düşünün ki, sizin son məqamınız nə ola bilər? Hər şey Allah Teala görür. Allah sizin başınıza bir daş salacaq ki, o ömrünüzün sonunda. Onda belə gəlsiniz ki, nəyə görə mən qazini incidirdim, nəyə görə mən şəhid anasını incidirdim. Hələ bunu demirim. Söhbət təzə qazilərdən getmir, söhbət şəhid analarından getmir. Adi insanları da incitməyin. Adi insanları şərlənməyin. Əxlaqsız qadınları adi insanların üzünə qoymayın. Adi insanın ciblərini nəşə atmayın. Vaxt gələcək, o ölüm vaxtı, etdiyiniz pisliklər hamısı başınıza gələcək. Siz elə bilirsiniz ki, cəmaatın qanunu sormaqla, cəmaata pislik etməklə, cəmaatı şərləməklə canınızı qutaracaqsınız. Ölüm ayağında haqq hesab verəcəksiniz Allah qarşısında. Allahdan qorxun.
insanlara zülm etməyin. Var-dövlət naminə, millətlər naminə, milyonlar naminə xalqın qanı zəli kimi sormayın. Xalqı kölə kimi baxmayın. Xalqa zülm etməyin. Xalqı dilənçi kökünə salmayın. Allah səbirlidir. Allah hamısını görür. Geçdi sizin başınıza, etdiyiniz əməllər sizin başınıza çatlayacaq. Sizin başınıza çatlamasa da övladlarınızın başında, nəvələrinizin, nəçilərinizin başında çatlayacaq. Nəslinizin başına çatlayacaq. Pislik etməyin insanlara. Yaxşılıq edin. Xeyirxahlıq edin. Ona görə yazıram ki, qəlblərin amalı qabiliyyəti, xeyirxahlıq da bir tam məziyyəti. Yəni, xeyirxahlıqla məşğul olun. Xeyirxah işlərinizlə cəmiyyətdə, dövlətdə özünüzü göstərin. Əziz dinləyicilər, bununla da mən istəyirəm ki, bugünkü çıxışımı tamamlayım, buna yekunlaşdırım. Və yenə demişəm ki, mən bir saat çıxış edə bilərəm, ancaq bilirəm ki, inanmıram ki, mən bir saat çıxışıma kimsə qulaq asar. Ona görə də ən yaxşı variant 30-35 dəqiqədir və mən bunu seçdim, qəbul edim, bəyəndim və belə qərar gəldim. Bu cür çıxışlarımı davam etdirim. Yəni 30-35 dəqiqə arası. Bununla da bugünkü videomu yekunlaşdırıram. Bununla da çıxışım tamamlanır. Hələlik bu qədər. Sağ olun. Gələn görüşlərə.